Hər vaxtınız xeyir, dəyərli müəllimlər. 9-cu mövzu nəfəslik üçün çərçivənin hazırlanma texnologiyasıdır. Zivana birləşməsindən istifadə edərkən nəfəslik üçün torlu taxta çərçivə hazırlamaq lazımdır. Bəs bu çərçivəni necə hazırlamaq olar? Əgər nəfəslik üçün hazırlanmış taxta çərçivəni nəzərdən keçirsək, görərik ki, orada 4 tircikdən ibarətdir. Neçə? 4 tircikdən ibarətdir. Baxın müəllimlər, 4 hissədən ibarətdir. Tirciklərin ikisində zivana, digər ikisində isə yarıq olur. Deməli, tirciklərin ikisi zivana, A ilə göstərilən, baxın, bunlar zivanadır. Baxın, çıxıntılarını görürsünüz, zivanalar. B ilə göstərilənlər isə yarıqlardır. Yəni, bu tircik isə yarıq olan tirciklərdir. Yəni, bu 4 birləşmə. İkisi zivanadır, ikisi yarıqdır. Sonra artıq burada texnoloji xəritəsi göstərilib. Nəfəslik üçün torlu çərçivənin hazırlanarkən texnoloji xəritədən istifadə olunur. İşin məzmunu, eskiz və qrafik təsviri, alət və tərtibatlar. Yəni nə lazımdır? Hansı formada yerinə yetirilir? Ardıcıllıq olaraq da verilib. Deməli müəllimlər, en kəsiyi 40-ın 40-a ölçüdə olan tircik seçilir və uzunluğu 300 mm olan 4 hissəyə ayrılır. Deməli, en kəsiyi 40-ın 40-a olan 40-ın 40-a ölçüdə bir tircik seçilir, uzunluğu isə 300 mm olan 4 hissəyə ayrılır. Yəni hər hissəsi 300 metr olur, millimetr olur. Sonra burada göstərir nə lazımdır. Burada bizə lazımdır xəttkeş, karandaş, bucaqlıq, xırda dişli bıçqı, xarrat verstaqı. Artıq burada çünki sadəcə kəsmə əməliyyatı yerinə yetiririk. Onun üçün də bucaqlıqla ölçürük, xəttkeşlə ölçürük, karandaşla çəkirik, bıçqı ilə kəsirik və bunun üçün də bizə nə lazımdır? Xarrat verstaq lazımdır ki, bütün bu əməliyyatları onun üzərində yerinə yetirə bilək. İkinci mərhələ olur. Zivananın ölçüləri iki tirciyin uc hissələrində nişanlanır və mişarlanacaq hissələr qeyd olunur. Burada nə lazımdır? Hansı materiallar? Bu şəklidir. Xəttkeş, yenə ölçmək üçün, karandaş, hesablamaq üçün ki, hansı hissədə kəsiləcək, işarələmək üçün. Reismus nə idi? Paralel xətlər çəkirdi. Bucaqlıq və xarrat verstaqı. Deməli, burada görürsünüz müəllimlər, nə yoxdur? Burada artıq belə deyim ki, bizə bıçqı lazım deyil. Çünki hələ ki burada nə edirik? Həmin hissələri qeyd edirik, nişanlayırıq. Görürsünüz, deyir nişanlama. Nişanlama işi aparılır sadəcə. Hələ ki burada göstərir ki, görək. Hara getdi bu? Hələ ki göstərir ki, yəni hansı hissələr kəsiləcək, tirciyin uclarından hansı hissələr kəsiləcək. Deməli, ikinci mərhələdə bizə xarrat verstaqı lazımdır, xəttkeş lazımdır, karandaş lazımdır, reismus və bucaqlıq və xarrat verstaqı. Amma burada bizə bıçqı lazım deyil. Üçüncü mərhələdə zivanalar mişarlanır və yanaqlar kəsilib götürülür. Zivana mişarlanır. Hansı ki, burada işarələmişdik də, düzdür, nişanlamışdıq. Artıq həmin o nişanladığımız iki yeri iki tərəfdən də kəsirik. Yanaqları kəsib götürürük. Sonra hansı alətlər lazımdır? Xarrat verstaqı və xırda dişli bıçqı. Deməli, bizə nə lazımdır? Üçüncü mərhələdə sadəcə verstaq və bıçqı üzərinə qoyub nişanladığımız hissəni kəsmək üçün 2 dənə alət lazımdır. Dördüncü sırada isə digər iki tirciyin kənarında yarıqlar nişanlanır və yarığın kəsilib götürüləcəyi hissələri işarələnir. Müəllimlər, deməli burada da eyni ikinci mərhələ ilə dördüncü mərhələ, baxın bu ikinci mərhələ deyil idimi? İkinci ilə dördüncü mərhələ eynidir. Burada da deyir ki, digər iki tircin, axı burada deyir 4 tirci lazımdır, düz deyil. Ona görə də birinci zivana hazırladı. İndi digərinə keçib artıq. 4 tirci idisə, 2 tircin yanaqlarını kəsdi, götürdü. İndi artıq deyir ki, digər 2 tircin kənarında yarıqlar nişanlanır. Yarıqlar nişanlanır.
Yarığın kəsilib götürəcək hissələri nişanlanır. Demək olar ki, bu 2 ilə 4 eynidir. Alətləri də eynidir. Xarat verstakı, reismus, bucaqlıq və karandaş. Sonra yarıqlar mişarlanır. Deməli, yarıqları nişanladıq 4-də, 5-də isə yarıqları mişarlayırıq. Artıq mişarlayırıq, şəklə baxırıq. Burada nə lazımdır? Burada da lazımdır bizə yenə bıçqı, xarat verstakı. Bəs bu hansı mərhələ ilə eynidir? Bu isə 3-cü mərhələ ilə eynidir. Nəyə görə? Baxın, 3-cü mərhələ ilə də 5-ci mərhələ eynidir. Çünki 2-ci mərhələdə nişanlamışdıq, 3-də kəsmişdik. 3-də kəsmişdik, xarat verstakı dişli bıçqı, xırda dişli bıçqı ilə düzdür. Sonra digər 2 tirci də yenə nişanlayırıq, yanağını kəsib götürürük. Daha doğrusu kəsib götürmək üçün nişanlayırıq. 2 ilə 4-də dedik, sadəcə nişanlayırıq, alətlər də eynidir. 2-dən sonra 3-də kəsmişdik, xarat verstakı ilə, mişarla. Yenə də burada digər 2 tirci də nişanladıq. Yenidən biz onu mişarlayırıq. Həmin hissələri, nişanladığımız hissələri, yarıqları mişarlayırıq. Yəni bir sözlə desək 2 ilə 4, 3 ilə də 5 eyni mərhələdir və orada eyni alətlərdən istifadə olunur. Sonra 6. 6-da yarıqlar açılır və təmizlənir. Baxın, görəcəksiniz, yarıqlar açılıb və təmizlənir. Təmizləmək üçün də biz hansı alətlərdən istifadə edirik? İskənə, taxta çəkic, sonra xarat verstakı, iskənənin, bir də iskənə, nazik iskənə, sadə iskənə və altlıq taxta. Deməli, yarıqlar açılır və təmizlənir də iskənə, 2 dənə iskənə var. Nazik iskənə, iskənə, xarat verstakı, taxta çəkic və altlıq taxta. Sonra 7-ci mərhələdə, mərhələ 7-də, 7-ci mərhələdə yaza bilmədim. Zivana və yarıqlar təmizlənir və uyğunlaşdırılır. Nəfəslik üçün çərçivə yapışqansız yığılır. Birləşdirilən zivana və yarıqlar işarələnir. Sanki buradan primerkada ilk öncə, yəni yığmamışdan əvvəl yoxlayır ki, görüm həqiqətən dəmi uyğun formada kəsmişəm, uyğun formada uyğunlaşırmı bu hissələr? Yapışqansız formada yığır onu. Yığır, baxır ki, həqiqətən də ölçüləri düzdür. Düz formada yerinə yetirib, düz formada nişanlayıb, kəsib. Bu zaman nədən istifadə edir bəs 7-ci mərhələdə? İskənə, yeyə, karandaş, xəttkeş. Baxın, karandaş olan yerdə mütləq xəttkeş olur. Yəni bu, belə deyim, əgər karandaşı görürsünüzsə, mütləq həmin mərhələdə xəttkeş də var. Taxta çəkic, tirci, bucaqlıq və sumbata kağızı. Deməli, fərqli olanlar 7-ci mərhələdə nə var? Sumbata kağızı var, yeyə var, karandaş, xəttkeş bir çoxunda var idi, taxta çəkic var idi, tirciklər, bucaqlıq və sumbata kağızı. 8-ci mərhələdə çərçivə sökülür. Yəni, bayaq onu yapışqansız, sadəcə yoxlamaq məqsədi ilə yapışdırmadan yığmışdı. İndi artıq yığdığı həmin o çərçivəni sökür. Zivana və yarıqları yapışqan sürtür. Artıq burada zivana və yarıqları yapışdırmaq üçün yapışqan çəkir. Çərçivəni yenidən yığır. Zivana birləşməsini sıxacda sıxır və bu vəziyyətdə 24 saata qədər saxlayır ki, yəni daha da yaxşı yapışsın. Burada nə lazımdır? Fırça, çünki yapışqandan istifadə edəcək. Fırça, xəttkeş, PV yapışqanı, çünki yapışqandan istifadə edib və sıxaclar, sıxıb saxlamaq üçün isə sıxac. Sonuncu mərhələ isə 9-cu mərhələdə yapışdırılmış çərçivə təmizlənir və tor onun üzərinə bərkidilir. Həmin çərçivə təmizlənir və tor onun üzərinə bərkidilir. Burada nə lazımdır müəllimlər? Burada isə bilirsiniz bu nədir? Adətən indi yox da, yəni köhnə zamanlarda fortuçka evlər olurdu, fortuçkalar olurdu. Onun da çərçivəsinə
bir, necə deyim, torda içəri bir ağcaqanad girməsin, milçək girməsin, tor çəkirdilər həmin onun üzərinə. Sanki bu onun ardıcıllıqdır, düzdür, çərçivənin ardıcıllıqdır, amma torlu da, üzərinə tor hazırlamaq üçün, yapışdırmaq üçün. Deməli, çərçivəni hazırlayandan sonra sonuncu mərhələdə isə yeyə, tor, basma düymələr və sumbata kağızından istifadə olunur. Yeyə təmizləmək üçün istifadə edir, toru üzərinə çəkir, həmin bu çərçivənin üzərinə çəkir toru. Sonra basma düymələrlə kənarlarından bərkidir, hansı ki o belə iynələr var ya, ucları belə iti formada olan. Həmin düymələrlə kənarlarından sıxır və sumbata kağızı ilə də hansı ki çıxıntılar varsa onları təmizləyir. Bu da həmin çərçivənin alınma ardıcıllığı, müəllimlər. Sonra zivana birləşməsində olan oduncaq məmulatlarını yığarkən bir sıra qaydalara riayət etmək lazımdır. Bunlara da baxırıq, çünki dərsin içində verib. Nə deyir? Zivana qısa, yarıqlar isə uzun tercihlə nişanlanmalıdır. Zivanalar qısa, yarıqlar isə uzun tercihlərlə nişanlanmalıdır. Zivana mişarladıqda bıçqı nişanlama xəttinin çöl tərəfində olmalıdır. Zivananı mişarladıqda bıçqı nişanlama xəttinin çöl tərəfində, zivanada çöl tərəfdə, yarığı mişarladıqda isə bıçqı xətti iç tərəfdə olmalıdır. Mişarlayanda bıçqı xəttin iç tərəfində olmalıdır. Yarıq da iç tərəfdə, zivanada çöl tərəfdə. Dedik zivanalar qısa, yarıqlar uzun tercihlərlə nişanlanmalıdır. Zivana qısa, yarıqlar uzun tercihlərlə nişanlanmalıdır. Dəlməni yalnız pəstah məngənədə etibarlı bərkitdikdən sonra yerinə yetiririk. Zivana yarığa taxta çəkiclə yüngül zərbələr vurmaqla və yaxud da ki, əl ilə sıxaraq geyindirilməlidir. Yapışdırılmamışdan əvvəl məmulat yığılmalı, müvafiq detallardakı nömrələrin uyğunluğu yoxlanmalı. Yalnız bundan sonra yapışdırmaq üçün sökülməlidir. Yəni, ilk öncə yığıb həmin nömrələrlə bir yerdə uyğunlaşdırıb yoxlamaq lazımdır. Sonra isə yenidən söküb, ona yapışqan çəkib bərkitmək lazımdır. Yapışdırılmış çərçivənin bütün küncləri aralarına atlıq taxta, yəni faner parçaları qoymaqla sıxacda sıxılmalıdır ki, həmin o hissələr sıxacın təsiri altında, yəni səthini zədələyib cızmasın deyə.